Məsələn, gecə gedirlər, gecə əyləncələrinə, orada əylənirlər, gəlirlər. Niyə onun əleyhinəsiz? Elçin, mən burada indi qarışıqlıq düşəcək. Mən əleyhinə deyəndə ki, yəni mən bilirəm Azərbaycan necə bir mühitdir. Mən bilirəm burada kişilər, qadınlar hansı təfəkkürdədir və o əyləncə yerlərinə nə üçün gedirlər, onu da yaxşı bilirəm. Cavan adamam, mən də girib çıxmışam o yerlərə. Nə üçün gedirlər? Orada əylənməkdən çox normal, yəni məsələn getdin, oturdun, bir viski zakaz elədin, sifariş elədin, viskidən içdin, mahnıya qulaq asdın və yaxud da durdun, oynadığından ibarət deyil o məkanlar. Orada narkotik alveri olur, orada nə bilim, Mən bura gəlmək istəyirdim. orada qadın alveri olur. Bəli. Ora gedən kişilər əksərən əylənməyə yox, qadınlarla cinsi əlaqədə olmaq üçün bir mümbit şərait var. Onun üçün gedirlər. Aydın. Həmçinin qızlar ora o niyyətlə gedirlər. Yəni mən bütün bunları bildiyimə görə Azərbaycandakı əyləncə məkanlarının demirəm hamısını, amma əksəriyyətini təhlükəli hesab edirəm. Uşaqlarla danışanda ya dostlarla ya da tanışlarla bilirsən, deyir, o bara girmək çox çətin məsələ. Deyirəm, nə olub ki? Deyir, ora bizə nə qədər pul lazımdır girməyə. Deyirəm, nə olur da? Yəni nə üçün yenisən o pul? Deyir, heç nə girirsən, barda oturursan, bir qız gəlir, yaxınlaşır, nə bilim bir viski sifariş eləyir, belə, sən də deyir, uyursan ona. Bir deyirsən ki, hesab olub nə 500 manat, sənin də pulun yoxdur, qalırsan elə, belə. Deyirəm, yaxşı, sən niyə uyursan da ona? Deyir, mən elə o məqsədlə gedirəm də orada. Yəni gedim qızla tanış olum. Təəssüf ki, Filan çox eləyim. təəssüf ki.